Bir gün Əmir Teymur qoşunu ilə böyük bir şəhərin qapılarına dayanır. Şəhəri yerlə yeksan etməyə hazırdır. Amma əhaliyə son bir şans verir. Ey cemaat, mənim bir sualım var. Əgər düz cavab versəniz, şəhərinizə toxunmayacağam. Sualım belədir. Məni bura Allah göndərib, yoxsa özüm gəlmişəm? Cemaatı qorxu bürüyür. Allah göndərib desələr, Allahı zalım çıxaracaqlar. Özün gəlmisən desələr, Teymurun qüdrətini inkar edəcəklər. Çarəsiz qalıb, mollanı irəli verirlər. Molla hüzura çıxır. Teymur qılıncına söykənib soruşur. De görüm molla, bura mən öz istəyimlə gəlmişəm. Molla təmkinlə deyir. Xeyr, hökümdar. Allahın izni olmadan ağacdan bir yarpaq belə yerə düşə bilməz. Teymur bu cavabdan fəxrlə gülümsüyür, sinəsini qabardır. Hə, deməli məni sizə elə Allah özü göndərib. Molla gülümsəyərək başını buluyur. Yox, hökümdar. Allah rəhimlidir. O heç vaxt bəndəsinə durduğu yerdə zülm eləməz. Səni bura gətirən bizim mundar əməllərimizdir.